Hər vaxtınız xeyir əziz izləyicilər. Regionumuzda çox möhtəşəm dəyişikliklərin şahidi oluruq. İllər öncə ağlımıza gətirə bilmədiyimiz proseslər hazırda baş tutur. Bildiyiniz kimi Prezident İlham Əliyev Qazaxıstanda səfərdə olarkən Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətlərin aradan qaldırdığını və bu addımın həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, praktikada da yaxşı göstəricisi olduğunu bildirib. Dövlət başçısı Zəngəzur dəhlizinin açılmasının 2028-ci ilin sonunadək baş tuta biləcəyini də bildirib. Bu tarixi açıqlamalarla eyni vaxtda azala məxsus təyyarəmiz uzun müddətdən sonra ilk dəfə Ermənistanın paytaxtı İrəvanı eniş edib. Təyyarə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyət nümayəndələrinin görüşü üçün İrəvana yola düşən Azərbaycanlı ekspertləri daşıyıb. Ermənistan tərəfinə gəldikdə isə Ermənistan baş naziri Nikol Paşinyan Tbilisi İpək Yolu forumunda çıxış zamanı Azərbaycan prezidentinin bu addımını çox mühüm və pozitiv adlandıraraq təşəkkürünü bildirib. Paşinyan qeyd edib ki, bugündən etibarən yük maşınlarının Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə Ermənistan ərazisindən tranzitini təmin etməyə hazırıq. O yaxın gələcəkdə Ermənistan ərazisindən, Azərbaycanın əsas hissəsindən Naxçıvana, eləcə də Azərbaycan-Ermənistan-Türkiyə marşrut üzrə boru kəmərləri və elektrik xəttləri çəkiləcəyini, həmçinin Ermənistan və Türkiyə arasında sərhədin açıla biləcəyini bildirib. Bəli, əziz izləyicilər, bugün həqiqətən də yeni bir mərhələnin başlandığının, hətta deyərdim yeni bir dövrün başlandığının şahidi oluruq. Bəs siz bu barədə nə düşünürsünüz? Fikirlərinizi şərhlərdə qeyd edə bilərsiniz. Bu arada videonu bəyənib paylaşmağı, həmçinin səhifəmə abunə olmağı da unutmayın və ən əsası özünüzdən müğayət olun.